Salam dostlar, bugün bizdə motorun üst hissəsinin təmizlənməsidir. Bacardığım qədər çalışacağım bu hissələri təmizləyim. Nəticə deməli ikinci vəziyyət o belə tozludur. Buranın hamısını təmizləmə lazımdır. Üst qapağı çıxartdım, kedinə boltladı. Davamı çəkəcəm. Dostlar, bu birinci mərhələdə elə tozunu alıram. Əski və şotka ilə qıraqlar alacağım. Akkumulyator inşallah çıxardacağım. İndi altını siləcəm. O şotka girdiyi yer. Deməli dostlar, kremaları ayırdım. Çirki özünüz görürsünüz. Altında nələr var bilinmir. Çalışacağım bu hissəni də söküm, çünki orada pırniklərdir. Bütün yarpaq doludur. Dostlar, buyurun baxa bilərsiniz nə vəziyyətdədir. Akkumulyator yerdə. 7 ilin akkumulyatordur. İndi buraları təmizləyəcəm və bir vacib məsələ. Dostlar, deməli kontaktsız köpüklə üstünə yeritdim hər yerə. 1-2 dəqiqə gözləməklə düzələcək. Bu deməli əski bugün də proses hələ davam edir. Amma ucu nəticə var. Ucu nəticə var. Bundan sonra da bir gediş də olacaq. Deməli nəticə birinci dəfəyə məncə əla çıxıb. Maşının onsuz da ön hissəsi söküləcək. Bu ferdir, radiator rişotkasıdır. Və budur son nəticə. Hər şey üstünə yığılıb. Akkumulyatordur. Üst qapaq. Budur son nəticə. Bura gələn dəfə buranı çıxardacağım. Qazlı rasporkalar qoyulacaq. Bufer çıxacaq. Rişotka. Salam dostlar, bugün bizdə motorun üst hissəsinin təmizlənməsidir. Bacardığım qədər çalışacağım bu hissələri təmizləyim. Nəticə